Rasim bəy, xoş gəlmisiniz. Sizi nəhayət ki, etiraf layihəsində görməkdən çox məmnunuq. Ümid edirəm ki, yaxşı suallar hazırlamışam. Ümid edirəm ki, yaxşı bir söhbət alınacaqdır. İnşallah. Rasim bəy, müsahibəmizə biraz sizin üçün bəlkə ola bilər ki, belə deyim də, belə biraz ağrılı yerdən başlayacağım. Amma mənim üçün belə biraz da məzəlidir həm də. 31 yaşında Sıçan bəy rolunu oynamısınız və ən qəddar müqayisəni də özünüz eləmişsiniz. 31 yaşında Həsən Ağa Turabov Gəray bəy oynayır, Rasim Cəfər isə Sıçan bəyə oynayır. Ümumiyyətlə, sizcə bu dövrün tənəzzülü idi, ya fikirləşirsiniz ki, belə də ola bilər? Aktyor Sıçan bəy də ola bilər, Gəray bəy də ola bilər? Yox, dövrün tənəzzülü deyil o. Yəni, aktyor da, yəni, Sıçan bəy də oynaya bilər, Gəray bəy də oynaya bilər. Sadəcə o mənim özümün özümə ironiyam idi, özümün özümə belə deyək. Tənqidim idi ki, niyə mən 31 yaşında hələ də Sıçan bəy oynayıram. Təbii ki, mən işlədiyim teatr profili başqa idi. Həsən Ağa Turabovun o dövrdə işlədiyi teatrın profili başqa idi. O Akademik Milli Dram Teatrında, mən Gənc Tamaşaçılar Teatrında biz səhər Sıçan bəy oynayırdıq, axşam nə bilim, Şekspirdən nəsə oynayırdıq, Səhvlər komediyası. Ona görə dövrün tənəzzülü deməzdim ona. Sadəcə, yəni aktyor həm onu da oynaya bilər, bunu da oynaya bilər. Sadəcə onu mən deyən ərəfədə o Sıçan bəyin məşqləri gedirdi. Axan müəllimdən Allah ona rəhmət eləsin qəni-qəni. Axan Salmanlı qururdu o tamaşanı. Biraz elə bir ki, səhnədə kobud deyim, sözünüz çəp gəldi. Mən onu ona görə dedim. Dedim, nə istəyirsə məndən. Həsən Ağa Turabov 31 yaşında Gəray bəy oynayır, mən də Sıçan bəy oynayıram. Nə istəyirsin məndən? Bundan artıq nə edeyim? Ben neyim buna? Yəni elə olmuşdu o. Aha. O ironiya ki dediniz ha, ümumiyyətlə yaradıcı insan üçün, aktyor üçün, səhnəyə çıxan bir insan, məşhur insan üçün ironiya vacibdir sizcə? Özünü tənqid. Məncə aktyorun özünü tənqidi olmalıdır. Olmasa mümkün deyil. Əgər sən artıq belə kobud bir söz var da, yəni məşhur bir söz var ki, əgər sən tavanı görürsənsə, deməli sən bitmisən. Əgər sən, mən bu günə qədər də çəkildiyim filmlərdə özümə baxanda heç vaxt özümü bəyənmirəm. Yəni tamaşanı özümü kənardan görmürəm, amma oynayıb çıxandan sonra içimdə nələrsə olur ki, bu gün yaxşı olmadı, bu gün yaxşı olmadı. Belə biraz böyük deyim, mən əksər hallarda özümü bəyənmirəm. Niyə? Nə bilim, mənə də gəlir ki, nəyisə düz eləmədim. Yəni bu hərəkətlə bağlıdır sırf, xarici görünüşünə və yaxud da neyləsə bağlı deyil? Yox, xarici görünüşünə yox, sırf daxili hissdir bu. Misal üçün, mən oynadığım filmdə nəyəsə baxanda deyirəm ki, buranı yaxşı oynamamışam, o deyil. Gərək buranı belə eləyəydi, gərək bu belə olaydı. Nə bilim, xətti düz aparmamışam. Yəni onu mən bilirəm. Tamaşaçıların misal üçün xoşuna gəlir. Hamı deyir, çox gözəl, çox gözəl. Amma özüm həmişə narazı qalıram özümdən. Hətta yoldaşım Reyhan belə dəfələrlə məni o, belə deyək, vəziyyətdən çıxır. Hə, inandırır. Belə deyir ki, yox, əksinə bu belədir, bu belədir, yaxşıdır, bu elədir. İnanırsınız yoxsa? Hə, inanıram ki, İnandıra bilir hərdən ki, hə, biləm yaxşı, hə, ola bilər. Hətta bizim bir film var idi o vaxtı, indi daha çox filmdən danışıram deyəsə. Eyb yox, mən sizi teatra gətirəcəm suallarla. Bir film var idi, o film hətta Amerika Kino Akademiyasında ən yaxşı tələbə filmi kimi Oskar zad da almışdı, belə. Orada mənim rolümü çox, belə deyək, qiymətləndirirlər də, müxtəlif festivallarda filan. Hansı film idi? Tabuçunun yerlənəcəyi. Bəli, ən məşhur filminiz. O filmə mən birinci də baxanda çox pis olmuşdum ki, o deyil, nəsə düz oynamamışam. Amma sonra elə ki, deyilən rəylər, sonra Reyhanın məndən söhbəti Gürcüstana gedəndə biz o filmin təqdimatına səhv eləməmizə gedirdik Gürcüstana. Yəni qatarda yol boyu ancaq məni inandırdı ki, yox, yaxşı oynamısın. Yəni belə, özünü tənqid aktyorda mütləq olmalıdır. Olmasa yenə deyirəm. Aktyor sənəti ümumiyyətlə ruhla bağlı bir şeydir. Yəni, onun əndazəsi yoxdur. Necə ki, ruhun əndazəsi yoxdur. Yəni, sən nə qədər dərinə getdikcə gedirsən, nə qədər yuxarı qalxdıqca qalxırsan. Amma Rasim bəy, yaradıcılıqda belə bir ifadə də var ki, çox dərinə getmək də olmaz. Yəni, onun geri qayıtmağı da var. Orada biraz marginal olmağı bacarmaq lazımdır. Bu bir sinirədir.
deyirlər, leziya üzərində, bir xəttin üzərində addımlamağa bənzəyir. Psixologiyada belə bir şey var, alt şuur, üst şuur. Sən nə qədər alt şuura getsən, oradan qayıda bilməsən, dəli ola bilərsən. Elə mən onun əslində demək istirdim, biraz ehtiyat Yəni, elədim. ona görə sən orada biraz janglyorluq eləməlisən. Yəni, orada çox qalsan, ağlı itirə bilərsən. Burada da çox qalsan, başqa bir şey baş verə bilər. Sən oynamalısan. Oyan belə. Ümumiyyətlə, Rasim bəy, bax, siz özünüz dediniz ya ki, o hərəkətlərini, aktyor öz hərəkətlərini, ümumiyyətlə, ölçü, biçi. Misal üçün, mən keçən həftə də paylaşmışdım. Mən gəldim Qızlar müharibə tamaşasında. İndi mən tamaşanın özündən danışmaq, amma onun təzimi ki deyirik biz. Təziminə mən bir neçə dəfə baxdım, dəfələrlə baxdım. Nəyə orada mən əsas diqqət eləyirdim? Orada bir səhnə var ki, sizin kör qardaşınız rolunu ifa edən Qurban İsmailov gəlir, ayağı dəyir stola, dayanır və siz bir stol tapıb gətirirsiniz, qoyursunuz. Ona toxunmaq istəyirsiniz, amma toxunmursunuz. Çünki orada indi baxanlar bilirlər, günahkarlıq hissi var, filan var. Yəni, bax, bu əslində bir xırda tapıntıdır. Amma bu həm də, məsəl üçün, mənim kimi tamaşaçıları təbii ki, tərpədə bilir ki, yəni ki, bu artıq bu qardaş öz günahkarlığını duyur. Bax, o tapıntıları tapmaq çox çətinmi olur? Yoxsa rejissorla birgə köməkli tapırsınız? Ya aktyor kimi özünüzün, bax, qazıb-qazıb eşib çıxartdıqlarınızdır? Biz belə bir söz var. Düzdür, o ümumiyyətlə teatra aiddir. Səhv bilməmsə Meyr Xeylin sözü. Deyir, teatrda xırda heç nə yoxdur. Teatr özü xırdalıqlardan ibarət. Belə bir aktyor oyununda da həmin şeydir. Yəni, belə baxanda ilmə, xırda sən bütöv bir belə deyək, personajı, obrazı yaradırsan və o obraz da o personajda məhz o xırda hərəkətlərdən yaranır. Bizim insan olaraq fərdiliyimiz nədədir? Bizim özəlliyimizdə də, bizim özəl, necə deyərlər, hərəkətlərimizdə, münasibətimizdə, davranış qaydalarımızda, yəni bizim özəlliyimiz budur. Və bizim oynadığımız personajın da o özəlliyini tapmaq vacibdir. Yəni, o olmasa sən ümumi karkasını çəkirsən, şəklini çəkirsən, belə deyək, skeletini yaradırsan. Amma o xırdalıqlar ona ət, can, ruh verir və o sənə didi gəlir. Bu, məşq prosesində olur bunu tapmaq. Hətta olur ki, sən bunu bir neçə premyeradan sonra tapırsan. O da olur. Elə də olur. Ona görə teatr mənim üçün başqa cürdür, kino başqa cür. Mən həmişə deyirəm ki, teatrda sən bir rolu illərlə, aylarla oynaya-oynaya onu mükəmməlləşdirə bilirsən. Hər tamaşadan nəsə yeni bir tapırsan, sonra bir tamaşada deyirsən, ayda, mən bu ağlıma gəlməmişdi. Bu olsa, tam olur. Amma kinoda sən bir dəfə oynayırsan, sonra montajda qoyurlar, baxırsan, hər dəfə dəli olursan ki, bunu gərək belə edir. Teatr o mənada daha yaxşıdır. Aktyorsun tapıntıya, axtarışa daha çox şərait yaradır və imkan yaradır. O da təbii ki, aktyorun özünün dünya görüşündən, özünün həyat təcrübəsindən və plus rejissordan çox böyük şey aslında. Çünki rejissor ümumi işi görür. Belə deyək də, kalovdur. O səni Amerikaya aparır. Sən bilmirsən Amerika hardadır. O səni aparır. Amma Amerikaya getmək üçün nələr eləmək lazımdır, nə bilim, yelkəni qaldırmaq, nə o artıq aktyorun işidir. Bəs o hissələri yığmaq, toplaşdırıb bir obraz düzəltmək çətin deyil, misal üçün, Rasim Cəfər üçün? Təbii, çətindir. Sən elə bil ki, ayrıca bir insan yaradırsan da, belə deyək. Düzdür, səndən olur, amma sən olmursan. Amma həm də sən olursan. Amma həm də sən olursan. O təbii, bir söz var, Ramiz Rövşənin sözü deyir, 100 dəfə çıxsan da öz qabığından, özündən ayrıla bilməyəcəksən. Yəni, aktyor sənətdə odur. Sən nə qədər fərqli personajlar yaratsan da, içində bir sən varsan. Bu mümkün deyil, səndən ayrı bir şey olsun. Çünki, misal üçün, eyni rolu mən oynasam, başqa bir oynasam, misal üçün, Manaf oynasa, misal üçün, Manafdan daha çox dublörü, ona görə Manaf deyirəm. O tamam başqa cür oynayır, mən tamam başqa cür oynayıram. O da bizim fərdi keyfiyyətlərimizdən, psixologiyamızdan, dünya görüşümüzdən, neydən asılıdır. Mizan, səhnə eyni ola bilər, amma içində var olma fərqlidir. Ona görə, yəni, məndən ayrı heç nə yoxdur. Necə ki, deyirlər, Allah bütün insanları yaradıb və hamıda Allahdan nəsə var. Bizdə də elədir, yəni bütün rollarda bizdən nələrsə var. Mümkün deyil başqa cür.
Rasim bəy, sizin ilk belə deyək də iş yeriniz pantomim teatrı olub, düzdür? Sonra siz Gənc Tamaşaçılar Teatrı. Gənc Tamaşaçılar Teatrına gəlmisiniz. Ümumiyyətlə sözsüz teatrdan sözlü teatra keçid çətin olmadı? Biz pantomimada sözlü tamaşa oynayırdıq. Misal üçün bizim Kimdir Müqəssir tamaşamız var idi. Düzdür, daha çox sözsüz tamaşalar oynayırdıq. Amma pantomimada bizim Kimdir Müqəssir tamaşamız var idi. Ben orada oynayırdım sözlü rolda. Sonra bir Karl tamaşası hazırlayırdıq. Düzdür, orada dublör kimi məşq edirdim. Amma yenə də hazırlaşırdı. Yəni pantomimada sözlü tamaşalarımız olurdu. Ona görə də o qədər də çətin olmadı. Sadəcə çətinlik nə idi? Biz daha çox pantomimada hərəkət teatrı olduğu üçün hər şey daha çox qabardılmış və şişirdilmiş idi. Belə deyə də bilərsiniz, kobud deyil. Amma teatrda biraz onu yığmaq lazım gəlir. Ona görə də mən onu şuurlu surətdə başdan yığmağa. Həm də mən bunu dəfələrlə demişəm. Mən ki kinoya görə gəlmişdim, belə deyək, İncəsənət Universitetinə. Bəli, bəli. Kinonu çox sevirdim deyə bir kino aktyor kimi də özümü sınamaq istəyirdim, amma hərəkətlərim ki çox qabarıq idi, filan. Mən bunu şuurlu surətdə yığırdım. Hətta bəlkə bunu bir neçə yerdə danışmışam. Nicat Kazımov bir tamaşa hazırlayırdı. Nə tamaşası idi, yadımda deyil. Zaldan qışqırırdı ki, Rasim, biraz iri göstər. Biraz iri göstər. Qışqırırdı zaldan ki, biraz iri göstər. Bu nədir, özün üçün oynayırsan filan. Vüsal Mehrəliyev var idi. Kulisten başını çıxartdı ki, Nicat o oynayır, mən görürəm, kinoşun oynayır. Yəni belə mən onu şuurlu surətdə edirdim. Ki biraz hərəkətlərimi yığım. Həm teatr, danışıq teatrına uyğunlaşdırım. Belə gəl, gedək ora deməyim, gəl gedək ora deyim. Onu şuurlu surətdə edirdim. Yəni özüm, həm də o ərəfələrdə, pantomimadan çıxıb cüza keçən ərəfələrdə mən həm də paralel yux teatrına da gedirdim. Bəli, Vaqif İbrahimoğlu sizin müəlliminiz olub. O da mənə çox böyük kömək elədi. Çünki orada səhnə tamaşaçı ilə çox ünsiyyət yaxın idi. Çox yaxın ünsiyyətdə idi. Ona görə belə deyək, çətin olmadı. Neçə il Vaqif müəllimlə belə deyək də iş prosesiniz oldu? Vaqif İbrahimoğlu, biz paralel patokuyduq, belə deyək. Mən Əlabbas müəllimin kursuydum. Vaqif müəllimin kursu da paralel idik. Mən ikinci kursdan sonra, üçüncü kursdan sonra paralel olaraq yux teatrına, onun dərslərinə gedirdim. Məşqlərinə baxırdım, teatr tamaşalarına baxırdım və Vaqif müəllim belə deyək, seminar deyək də, seminarlarında iştirak edirdim, o tələbələrin nəsə danışanda, aktyorların nəsə danışanda. Uzun müddət Vaqif İbrahimoğlu, Allah ona rəhmət eləsin, rəhmət eləyənə qədər mən Vaqif İbrahimoğlu'nun ikinci, üçüncü kursdan bütün əksər belə deyək, məşqlərində, tamaşalarında, dərslərində iştirak eləmişəm. Amma yuxçu olmadınız? Yox. Niyə? Mən hətta yux teatrında da işlədim. Amma belə tam yuxçu deyim, olmadım. Niyə? Sizin yaxın deyildi sizə o teatrın belə deyək də ənənəsi mi deyim, özünə xas? Yox, yaxınlıqdan başqa bir necədir, mən yapmaq istədiyim bir şeyə lazım olan materialları yığırdım. Belə deyək, kobud deyim. Misal üçün pantomimadan bir şey yığdım, sözdən bir şey yığdım, Gənc Tamaşaçılar Teatrından. Mən hətta bir hardasa il yarım Akademik Milli Dram Teatrında da işləmişəm 96-97-ci illərdə. Amma şey kimi yoxdur, yəni müqavilə ilə. Biz tələbə idik, gəlirdik, tamaşalarda iştirak edirdik, kütləvi səhnələrdə oynayırdıq. Və bizə aylıq pul verirdilər də, belə deyək, tamaşalara görə. Oradan başqa şeylərə əxs elədim. Yux teatrından da başqa şeylər. Yəni belə özüm üçün yığırdım. Yığdınız, gətirdiniz hamısını Gənc Tamaşaçılar Teatrına. Yəni harasa aid olmurdum da, belə deyək. Amma bura aidsiniz. Hə, şöyle. Hətta da 2000 hardasa 3-4-cü ildən mən demək olar ki, Gənc Tamaşaçılar Teatrındayım. Rasim bəy, mən hətta bildiyimə görə Bəxtiyar Xanzadə sizi skripkaçının ölümü tamaşasına yəni hazırlamaq istəyəndə siz hərbi xidmətdə olmusunuz və sizi bir il gözləyib. Ümumiyyətlə, sizcə dəyərdi bu bir il gözləməyə? Siz özünüz nə düşünürsünüz? Siz məsəl üçün rejissor olsaydınız, gözləyərdiniz kimsə? Bəxtiyar məndə bir xüsusiyyət var. O, misal üçün, hansısa, nəyisə, hansısa aktyorda görürsə,
ondan əl çəkmir, belə deyək. Skripkaçın ölümü. O pantomim nömrə idi. Biz onu Bəxtiyar müəllimdən elə xırdalıqlarına qədər işləyirdik ki, hətta onun ölmək səhnəsi var idi, əlinin düşməyinə qədər. Bir dəfə necəsə eləmişdim, Bəxtiyar müəllim hər məşqdə deyirdi ki, yox, o deyil, sən bunu eləmirsən, bir dəfə eləmirsən, əlimi eləmə. Mən də hər dəfə deyirdim, ay Allah, mən nətə eləmişəm? Və sonra bildim nətə eləmişəm, təqribən anladım və ondan sonra elədim, ay sağ ol, bax budur. Yəni, Bəxtiyar müəllim sənin bədənində olanı, o bir heykəltəraşın bir söz var, deyir, mən heykəl yaratmıram, heykəli artıq daşlardan təmizləyirəm. Bəxtiyar müəllimdə həmin xüsusiyyət var. Yəni, o səndə olanı görür və artıqları təmizləyir. Ona görə, məncə ona görə gözləmişdi. Siz müsahibələrinizin birində təxminən belə bir fikir işlədirsiniz ki, kino rejissorundur, teatr aktyorundur. Bəli. Şəxsən teatr rejissorluğu fakültəsində təhsil alan bir tələbə kimi bu mənim xətrimə dəydi. Doğrudan da elə düşünürsünüz? Yəni doğrudan da elədir. Yəni mən sizin dilinizdən bunu bir təkrar olaraq eşitmək istəyirəm ki, gələcəkdə işimi bilin. Kinoda kino sırf doğrudan həqiqətən sırf rejissorundur. Çünki çəkiliş prosesində sən gəlirsən, çəkilirsən, gedirsən. Sonra onun montaj prosesi ilə filan rejissor yığır, formalaşdırır, hazırlayır kinonu. Amma teatr, mən nəyə görə elə demişəm? Teatr premyeraya qədər rejissorundur, tamaşa. Premyera və premyeradan sonra artıq döyüşdə belə deyək, tamaşaçı ilə Rəsmən üzümə baxaraqdır. Mən sizin o fikirləri səsləndirirkən gözlərinizi görmək istəyirəm. Deməli, artıq premyerada, tamaşa zamanı tamaşaçı ilə üzbəüz və o tamaşanı elə deyək, saxlayan, yaşadan, doğru ya səhv aktyor olur. Bilmirəm, rejissor kulisdə nə qədər həyəcanlansa da, Başını divara nə qədər başını divara çırpsa da, artıq səhnədə yaşanan, səhnədə baş verir. Sonra tamaşa qutarandan sonra hər desin ki, sən bunu belə oynadın, pis oynadın, nə bilim, istedadsızsan filan, xeyri yoxdur, artıq olub, baş verir. Və sonra yenə məşqlər olsa, yenə tamaşada, yenə də teatr, tamaşa aktyorun mənə görə, bu mənim fikrim deyil, ola bilər yanlışdır. Rejissor sadəcə, belə deyək, ilkin qurur tamaşasını, yolu göstərir, biz bu istiqamətə gedəcəyik, filan. Amma sonra o artıq kənardadır. Tamaşaçı ilə üzbəüz, tamaşaçı ilə döyüşən, vuruşan aktyordur. İndi mən bir sual vermək istəyirəm, amma bunu, yəni əminəm ki, siz mənim səmimiyyətimə inanacaqsınız da və siz məni başa düşəcəksiniz mən nə demək istəyirəm sizə. Deməli, mən bura işə gələndə ilk dəfə sizi səhnədə görəndə yadıma gəlir, Balaca Kişilər tamaşasının məşqləri idi. Sizi səhnədə görəndə mən davamlı olaraq, çünki mən sizi çoxdan tanıyırdım, filmlərdə görmüşəm, yəni o Tabutçunun Əyləncəyi idi, ondan başqa çoxdur, indi adlarını unuda bilərəm, amma çox görmüşdüm. Çılpaq filmində görmüşdüm. Və mənə belə qəribə gəldi ki, kinodan gördüyüm bir aktyor teatrdadır, dəfələrlə məşq eləyir, rol üzərində filan. Və bir dostumuzla söhbət eləyəndə belə bir fikir işlətdi ki, onlar yəni aktyorlardan söhbət gedir. Hara gedib fırlansalar, dolaşsalar da serialdır, kinodur, yenə də teatra qayıdırlar. Çünki onların başqa gedəcək bir yerləri yoxdur. Mən oradan yola çıxaraq bunu müsbət mənada verirəm. Doğrudan da aktyorun teatrdan başqa gedəcək yeri yoxdur? Məncə hə. Biz biraz belə klassik səslənə bilər, bəlkə də ştam. Mən də elə bir çox sentimentallaşdırdım məsələni. Aktyor teatr da belə deyək, yetişir, özünü həmişə idmançı ilə müqayisə etsək, idmançı nə qədər döyüşlərdə filan olsa da, o həmişə zalda məşq edir. Zalda hazırlaşır o döyüşə, o filan. Yəni formada qalmaq üçün. Teatr aktyorun formada qalması üçün ən yaxşı yerdir. Yəni sən dəfələrlə fərqli tamaşalarda, fərqli rollər oynayırsan, özü axtarırsan,
daha nələr bacarırsan, daha nələr edə bilərsən. Bir növ həm içdən, həm xaricdən özü tanıyırsan. Ona görə aktyor üçün teatr çox vacib və lazımlı bir yerdir. Və hara getsə də, gedib lap dünyanın istənilən yerində hansısa bir kinoya çəkilib, neyinib, sonra təzədən qayıdır teatra. Maqnit kimi çəkir. Ha, qayıdır öz teatrına. Yenə o teatrda nə deyim bilmirəm. Deməli, Rasim bəy, mən adətən bu məsələləri biz xarici aktyorlarda, tutaq ki, türk aktyorlarında da yox, qərb aktyorlarında, misal üçün, məşhur aktyorlar müsahibələrini oxuyanda eşidirik ki, misal üçün, hansısa aktyor deyir ki, mən filan obrazı ifa eləməkdən ötürü getdim, misal üçün, ruhi xəstəxanada xəstələri müşahidə elədim və yaxud da deyirlər ki, misal üçün, Richard Gere bir zibil yığanı canlandırmaqdan ötürü sırf bomboş obrazını. Amma sizin müsahibənizi oxuyanda maraqlı məqamlarla üzləşdim ki, siz obrazı tanımaqdan ötürü, siz də bir neçə peşə sahiblərini müşahidə eləmişsiniz, hətta səhv eləmirəmsə məşğul da olmuşsunuz, hansısa taksi sürücüsü olmuşsunuz, ya səhv eləyə bilərəm, hə. Amma yəni bu mənim üçün biraz gözlənilməz oldu ki, bizim aktyorlarımız da, yəni niyə mənim üçün bunlar gözlənilməz oldu? Niyə ümumiyyətlə Azərbaycan aktyoru necə olmalıdır ki, bizim üçün gözlənilməz olmasın bu situasiyalar, bu fikirlər? Bizdə sadəcə, o qədər böyük kino industriya, belə deyək, yoxdur ki, yoxdur deyə. Bizə o gözlənilməz gəlir ki, doğru burada. Bəlkə də. Bizim əslində o normal bir şeydir. Aktyor hər hansı bir rolu oynamaq üçün axtarışdadır. Bizə həmişə Əlabbas Qədirov Allahına rəhmət eləsin deyirdi ki, çalışın həmişə metro ilə, avtobusla hərəkət edin və daim insanları müşahidə edin. Çünki o sizin üçün materialdır. Siz onu yığırsınız. Və sonra siz bilmədiyiniz bir anda o sizə kömək olacaq. Hətta biz tələbə vaxtı bir də özümü onda tuturdum ki, zirlərim qalmış onu bilməsə, o da mənə belə baxır ki, bu mənə yenə baxır. Niyə baxırsan? Yəni belə şeylər olur. Misal üçün, tabutçulardan yerləncəkdə mən orada xəstəni olurdum. Xəstə oldu, bəli. Mən onun üçün getmişdim, hətta 28-də. Mən içəri buraxmadılar ki, dəridir, xəstədir, nədir, gəlib ki, mən kino çəkirəm, bir gədə bala. Amma siz kimsə yaxın adamın övladını da müşahidə eləmişsiniz, səhv sonra etmirəmsə. elədim ki, təsadüfən bir qohum gilə getmişdik. Orada gördüm adamı. Sonra fikirləşdim ki, hə, bu elə mənim personajım ola bilər. Sonra dəfələrlə oraya gedim və mənim o filmdə, belə deyək, xarici hərəkətləri sırf həmin adamdır. Demək olar ki, bir 80-90%. Onun yer işi, duruşu, özünü aparmağı, bütün o şeyləri məhz həmin adamdan götürmüşüm. Yəni belə olur. Sonra taksi sürücüsü dediniz, Əlvida Şimit filmində mən taksi sürücüsünü oynuyordum. O filmdə taksi sürücüsünü oynamaq üçün mən o dövrlər Xırdalında yaşayırdım. Bütün gün səhərdən axşamacan gələndə, gedəndə ancaq o manatlıq taksilərlə geyib gəlirdim ki, özü qabaqda otururdum. Qabaqda yer olmayanda oturmurdu. Həmişə qabaqda oturdum və gözücü elə ona baxırdım. Görüm o nə edir, nə danışır, hərəkətləri necədir, nədir. Yəni əslində bu aktyor üçün normal bir şeydir. Bizdə niyə gözlənilməz deyəndə, yəqin ki, bizdə o boyda industriya, o boyda bazar yoxdur deyə. Misal üçün, mənim dərixanaya gedib deməyim ki, ruhi dispanserdə belə dərixana demək. Mən istəyirəm, filmə çəkiləcəm, bir rolüm var, istəyirəm, gəlim burada biraz xəstələri müşahidə edeyim, onlara qəribə gəlir. Adam həm də belə dəli kimi baxarlar ki, gedişinə məşğul ol. Dəli, sən bura xəstəxana deyil, sən burada nə işin var? Yəni, bilmirəm deyə. Amma elə misallar çoxdur. Robert De Niro misal üçün Probuzdenə filmində çəkilmək üçün. Probuzdenə Azərbaycanca bilməm nədir. Robin Williams'la oynayıb. Yəni, uzun müddət xəstələri müşahidə edib, gedib xəstəxanada qalıb. Taksi filmində oynamaq üçün New York küçələrində taksi sürüb. Bizdə lap elə olmur, amma... Ümumiyyətlə, Rasim bəy, bax sizcə, mən bilirəm ki, niyə sizin üstünüzə belə düşürəm bu məsələlərdə? Mən bilirəm ki, siz mütaliə edən aktyorsunuz, siz
belə deyək də, müəyyən filmlər var ki, siz onları izləyirsiniz, sənət filmləridir, sənət rejissorlarını tanıyırsınız. Misal üçün, mən ən çox əsəbləşdiyim məqam nə olur? Baxırsan ki, xalq artistidir, sual versən hansı filmlərə baxmısan, deyir filan aktyorun, yəni aktyorlarla filmə baxırlar. Amma peşəkarlıq cəhətdən rejissorlarla filmə baxmalısan. Yəni, o mənada, məsələn, bax, mənim özümə də maraqlıdır. Bəlkə indi bizi dinləyən gənclər də var, tələbələr də var. Aktyor özünü necə formalaşdırmalıdır ki, misal üçün, rejissor deyəndə o başa düşsün ki, o nə istəyir ondan. Və yaxud da, yəni, rejissorla heç olmasa bərabər olmasa da müəyyən qədər bir yarışa bilsin. Elə aktyorlarımız olubdur, oradan da rejissor, məsəl üçün, deyirlər ki, biz sözü deyəndə o deməmişdən artıq tuturdu ki, nə demək istəyirik. Və aktyor nə eləməlidir? Nə eləməlidir ki, aktyor formada olmalıdır həmişə? Yenə deyəcəm, biraz şablon səslənəcək, amma həqiqətən mütaliə çox vacibdir və baxmaq çox vacib. Mütaliə niyə görə vacibdir? Mütaliə insanın düşünmək qabiliyyətini artırır mı deyim, nə deyim. Sənin baxış bucağını, polizreni genişləndirir. Sən çox məlumatlı olursan. Baxmaq da onun kimi sən filmlərə baxırsan, aktyor oyunlarını izləyirsən, nə bilim, həm məlumatın olur. Və hətta həm də yaşamaq lazım. Həyatı belə deyək də yaşamaq lazım. Onda sənin üstündə bagaj deyirlər. Dolur. İçin dolur da belə deyək. Və sənə rejissor hər hansı bir şeyi təklif edəndə sən həmən onun alternativlərini fikirləşə bilirsən, başqa şeylər təklif edə bilirsən. Və yaxud da anlaya bilirsən ən azından. Ona görə yenə deyirəm, şablon da olsa deyəcəm də, yəni mütaliə çox vacibdir aktyorun inkişafı üçün. Baxmaq, maraqlanmaq, hətta belə gündəlik xəbərləri oxumaq, bunlar çox vacibdir. Və daha çox cəmiyyətdə olmaq, həyatı yaşamaq. Bu olmalıdır, hə. Çünki bax, mən Orxan Pamukun bir müsahibəsini oxumuşdum. Misal üçün, o deyirdi ki, mən Qara kitabı, sonra İstanbul əsərini, digərlərində, yəni çoxdur onun romanlarını, mən yazmamışdan əvvəl mütləq 5-6 ay, ümumiyyətlə, insanların arasında olmağı xoşlayıram. Südçü ilə danışıram, baqqalla danışıram, sürücü ilə danışıram. Bizdə elə bil ki, bu proses də yoxdur. Yəni, aktyor elə bilir ki, küçədə gedirsə belə açıqdə, eynəkdə getməlidir. Hə, amma əslində xalqın içərisində olmaq daha yaxşıdır. Hə, çünki sənin materialın olardı. Belə kövud deyil. Cəmiyyətdə. Sənin xam malın odur. Sənin xam malın ətrafında, avtobusda yanında oturandır, nə bilim, küçədə təsadüfən rastlaşdığın adamdır, dəydiyin adamdır. Sadəcə keçərkən gördüyün adamdır. Onlar sənin xam malın. Ona görə o çox vacib. Cəmiyyətdə olmaq çox vacib. Aha, Rasim bəy, heç olubmu, elə obrazınız olubmu ki, misal üçün, mən bəzən də mən yazı prosesində olan adamam da, mən bəzən elə olub ki, yazmışam, sonra aradan 1-2-3 il keçəndən sonra o yazı təsadüfən hardasa çıxıb qarşıma, əvvəl heç bilməmişəm, özüm yazmışam, oxumuşam, axıra keçəndə imzanı görmüşəm, deyəm, bunu haçan, necə olub ki, mən belə qəşəng yazı yazmışam, və yaxud necə olub ki, mən bu məqamlara gedib. Ümumiyyətlə, elə bir obrazınız olubmu ki, bax, bayaq biz çəkdik də adlarını, kifayət qədər ağır obrazlardır, Tabutçunun Yelləncəyində də, Çılpaqda da. Elə obrazınız olub ki, sonradan izləyəndə və yaxud da çəkiliş bitəndən sonra təəccüblənəsiniz, qorxu keçirəsiniz, yaxşı mənada ki, bu nədir mən yaratmışam. Amma çox səmimi. Əslində, misal üçün, elə rollar olub, teatrda da olub, filmdə də olub. O ki, həddən artıq belə kövud deyim də, əclaf adamını oynamışam. Və sonra ona baxanda fikirləşmişəm ki, doğrudan belə əclaf adamlar var. Amma bu məni təəccübləndirmir nəyə görə. Mən ümumiyyətlə belə bir şey qəbul edirəm ki, İnsan palitra kimidir, yəni rəng palitrası üçün. Onun içində hər rəng var. Sadəcə biz hansı rəngdən daha çox istifadə edirik insan olaraq, məsələ ondadır. Aktyorluq da, bacarığı da, məhz o palitraları hamısından düzgün istifadə etmək bacarığıdır, o rənglərdən. Yəni, elə personaj ola bilər ki, sən orada ancaq misal üçün sarı, qırmızı rənglərdən istifadə edirsən,
elə personaj var ki, keçirsən orada başqa kəhrayı narıncı, sonra nə bilim qara, ağ. Yəni o palitraların harda yerləşdiyini bilmək və ondan istifadə eləmək bacarığı da əslində aktyorsan. Sadəcə biz hansını boğub saxlayırıq, hansı cəmiyyətdə böyüyürük, hansı ailədə böyüyürük, necə böyüyürük, onların hansı daha çox inkişaf edir, hansını daha çox sərbəst buraxırıq, o daha çox olur. Amma aktyorluq bacarığı dediyim kimi də, yəni düzgün notu vaxtında vurmaqdır. Əslində 7 not var da, yəni musiqidə. Sən o notları yığmaqla hansısa bir musiqi bəstələyirsən. Aktyorluq da həmin şey. Niyə Topal Teymur? Məsələn, mən adətən eşitmişəm ki, Hamlet, Otello, Romeo, yaş məsələsinə görə, yoxsa arzunuz elə əvvəldən Topal Teymur? Tələbə vaxtından elə Topal Teymur deyirdim. Aha. Topal Teymur tarixi şəxsiyyəti olaraq mənim üçün çox maraqlı şəxsiyyətdir. Həm belə, biraz belə şey deyim, millətçi deyiləm, amma türkçülüyə daha çox şeyəm də, belə deyək. Ona görə Topal Teymurdur, Nadir Şahdır. Məsəl üçün, bu personajlar mənim üçün çox, həmişə oynamaq istədiyim personaj. Daha çox Topal Teymur olub. Onda ola bilər, mən Nəsimi filmini ən çox sevdiyim filmlərdən biri. Bəli, bilirəm ki, məşqlər eləyirmişsiniz. Rasim uşaq vaxtı, yəni ən çox sevdiyim filmlərdən biri. Rasim Balayeva çox oxşadırmışsınız. Yəni danışanda onun kimi danışırmışsınız. Çalışırdım ki, onu kimi şeir deyim. Üzüm. Alınırdı. Və Yusif Vəliyev də ən çox sevdiyim aktyor idi. Aktyor olub. Mən instituta gələndən ki, Yusif Vəliyev mənim belə kobud deyim, səcdə elədiyim aktyor olub. O Topal Teymur oynayıb deyə özü yaxşı oynayıb da. Ona görə mən də istəyirdim o Topal Teymur oynayıb. Sonra elə oldu ki, onda heç instituta girməmişdim. Hamid Xanzadənin Əmir Teymur tamaşasına baxmışdım. O da qəşəng oynayıb. Sonra da illər sonra Fatihlərin Divanı Fuad Poladov Topal Teymur oynadı. Fikirləşdim ki, hə, yox, mən də oynamalıyam. Amma qalıb hə o arzu hələ də. Hə, çox istəyərdim oynayım Topal Teymuru, ya Nadir Şahı. Tarixi bir şeydə oynamaq istəyirəm. Amma Şah Abbasnamədə bunu biraz necəsə belə deyək də arzunuz biraz yerinə yetdi. Çünki orada da tarixi obrazdır və çox gözəl ifa edirsiniz yeri gəlmişkən. Yəni gələnlər də, gedənlər də hamısı sizin obrazınızı vurğulayır. Kəskinlik tapdınız belə tam yox, doymadım, belə deyək, heç belə ki, sadəcə dodağımı yaşlatdım da, susuzluğum yatmadı. Ümumiyyətlə, Rasim bəy, hansı obraz sizi və yaxud da hansı əsər sizi qorxudub ki, həmişə yan qaçmışsınız ondan belə ki, yox, mən bu obrazı oynaya bilmərəm. Olub belə bir. Misal üçün, mən Ulyss'i, James Joyce'ın Ulyss'ini oxuya bilmirəm hələ ki. Çünki onu oxumaq üçün gərək bir neçə antik ədəbiyyat oxuyasan, haralara baş vurasan ki, o 6 saatlıq, 7 saatlıq şuur axınına gedib çatasan. Əslində... Sizi ürəkləndirirəm, belə özümdən misallar gətirərək. Əslində, aktyorların əksəriyyətinə, misal üçün, hansısa bir rolü ver, hamısı dedir ki, mən bunu oynayaram. Yəni, heç kim öz ayranına turşmu deməzmi deyim, yoxsa nə deyim. Hər kəs özünə arxayındır. Amma məndə qorxu yox. Misal üçün, elə əsərlər olur ki, misal üçün, o rolü mənə təklif eləsələr, mən sadəcə öz gücümü aşağı-yuxarı anladığıma və özümü tanıdığıma görə deyərəm ki, misal üçün, burada bu yox. Amma bu birisini versəz, hə, eləyərəm. Düzdür, çox vaxt senarilər gələndə və yaxud piyeslər gələndə aktyor elə özüm içində daxil, oxuyanda özü həmişə baş rolunda görürsən. Həmən oxuyanda birinci deyirsən ki... Reyhan xanıma çatdırmalıyıq bu. Həmən özü baş rolunda görürsən. Amma sonra, bir müddətdən sonra görürsən ki, deyirsən, yox. Bu, müəyyən səbəblərə görə mənlik deyil. Yəni, olub elə piyeslər ki, mən fikirləşmişəm ki, yox. O dövrə görə bu mənlik deyil. Mən elə bu... Yəni, dövrə görə, yəni aktyor kimi? Yaşıma görə, dövrə görə, nəyəsə görə.
həm də aktyor illərlə dolur axı, belə deyək. Elə dövr olub ki, misal üçün, elə tamaşa qurulub ki, mən orada başqa rol oynamışam. Amma indi misal üçün həmin tamaşa qurulsa, mən bu birisi rol istəyərəm, artıq onu istəmərəm. Çünki artıq özümü buna hazır bilirəmmi deyim, nə deyim. Belə, misal üçün, çoxudur bir misal çəkim. Bizdə o vaxt Charles Dickens'in Oliver Twist'in macəraları qurulmuşdu. Vaqif Əsədov rəhmətli qurulmuşdu. Mənə görə çox yaxşı tamaşaydı. Və biz də həvəslə oynuyorduk orada. Mən orada Jack Cüvəllağını oynuyordum. Misal üçün, indi yenidən o tamaşa qurulsa, məmnuniyyətlə Qurban İsmayılovun rolunu oynayardı. Qurban İsmayılov Fecin oynayırdı orada. Çox gözəl oynayırdı. Həm Axan Məliyev, həm Qurban İsmayılov ikisi də möhtəşəm oynayırdılar. Misal üçün, indi təzədən qurulsa, məmnuniyyətlə o rolü oynamaq istəyərdim. Amma o vaxt həm yaşıma görə, həm nəyəsə görə qorxurdum o roldan ki, mən bunu bacarmaram. Çox rejissorlarla işləmişsiniz də, Rasim bəy. Çox, həm teatrda, həm kinoda. Kinoda çox. Ümumiyyətlə, hansı ilə işləmək çətin olubdu və daha çox öyrədici olubdu? Yəni, çox istəyərəm ki, adlar çəkəsin. Çünki mən bilirəm ki, ad çəksəm qırğılmış. Çətin olub deyək, biraz sevinsinlər də ki, çətin rejissorlardılar. Əslində, iş prosesində istənilən rejissordan, yəni ən belə zəif rejissordan da nəsə öyrənmək olur. Çünki istər-istəməz o fərqli düşüncədir, fərqli yoldur, fərqli insandır, belə deyək. Və götürdüyü əsərə fərqli rakursdan baxır. Yəni, düzgün rakurs deyil, amma fərqli rakursdur. Amma sən orada nələrsə düzgün axtarmağa məcbursan. Çünki əsərin müəllifi odur. Gəminin kapitanı da odur. Sən də bu gəmiyə minməyə razılaşırsansa, o nə deyir o? Amma biz ad çəkmirik. Yəni, çox olub belə, hətta teatrda, misal üçün, o qədər elə işlər olub ki, mən rejissorla heç cür razılaşmamışam. Amma məcbur, əl-məcbur, belə deyək, onun dediyi istiqamətdə getməli olmuşam. Yəni, bu normaldır. Mən ona görə deyirəm ki, bir də mənim belə bir fəlsəfəm var, onu da çox yerdə demişəm. Mənim üçün aktyor su olmalıdır. Gil, nə bilim, plastilin, yox. Plastilin bərkiyir, gil bərkiyir. Yəni, sonra onu 8 saat... Aktyor su olmalıdır. Yəni, hansı qaba tökülürsə, o qabın formasını almağa bacarmalıdır. Hansı personaj qab, misal üçün, biri armud stəkandır, biri dolçadır, biri çaşqadır, biri ilə bankədir. Hansına tökürsənsə, onun formasını almalıdır. Bax, Rasim Cəfərin rejissordan kifayət qədər yaşınız var, təcrübəniz var. Yəni, mənim özümə də oradan maraqlıdır ya. Rasim Cəfərin bir rejissordan gözləntisi mi deyək, görmək istədiyi mi deyək, nədir? Əsas inanmalıyam o rejissora ki, hə də bu aparacaq məni ora. Hara? Mən istədiyi yerdə. Bir inandı, rejissora inanmaq lazımdır. Düzdür, bəzən bu çətin olur. Çətin olur. Çünki olub bir tamaşa ki, indi ona ar çəkməyim. Misal üçün, mən o əsəri oxuyanda dəli olmuşdum. Ki, hətta mənim bəlkə də düşüncə tərzim də dəyişib. Belə deyək. Və bir gün o əsər gəlir teatra, o əsəri qurmaq istəyirlər və həmin personajı sənə verirlər. Mən də o əsərdən əlavə həmin yazıçının demək olar ki, külliyatını bir dənə o əsərə görə oxumuşam. Ki, görüm bu şeyə necə gəlib. Onun bütün fəlsəfi traktatlarını, nə bilim, hər şeyində var. Bir sözlə belə deyək. Oxumuşdum və ondan sonra anlamışdım ki, niyə bu personaj belədir. Və sonra bir rejissor gəlir həmin əsəri qurmağa və mənə həmin personajı verir. Və mən ona heç cür inana bilmirəm. Çünki o pis şeydir əslində. Və elə oldu ki, sonra mən o əsərdə işləmədim. Çünki çox əks gəldik bir-birimizə. Sonra deyərsiniz hansıdır? Sonra deyərəm. Çox əks gəldik bir-birimizə və mən
rejissor məni heç cür inandıra bilmədi. O sadəcə mənə elə gəldi ki, bir dənə o əsəri oxuyub. Ümumi ondan anlayışı yoxdur. Bilmir ümumiyyətlə o nədir. Və biz o qədər qarşı-qarşıya gəldik ki, çox belə kəllə-kəlləyə gəldik. Şey mənasında, müzakirə Yaradıcılıq, yəni dalaşmadıq. yaradıcım istərdi. Kəllə gəldi, gördüm yox, mən işləyə bilməyəcəm o ilə. Çünki biraz kobud deyim, mən daha çox bilirəm. O da pis şeydir. Pisdir. Əgər aktyor, rejissor qurmaq istədiyi tamaşada aktyordan çox bilmirsə, bütün giriş çıxışlarını, nə bilim, hər şeyini də, o yaxşı şeydir. Çünki aktyor, yəni pis söz var, Stanislavskinin sözüdür. Bəli. Uşaqdılar, amma çox əclaf uşaq. Əclaf uşaqlar. Biz hələ yumuşalırıq. Hə, ona görə yəni olub elə ki, elə də olub. Amma razısınız da o fikirlə, aktyorların, Stanislavskinin dediyi fikirlə. Hə, çünki mən özüm bir neçə dəfə olub ki, ikinci rejissor kimi, aktyorlarla iş üzrə rejissor kimi işləmişəm və bir proyektdə özüm aktyor olaraq aktyorları yığdım, dedim ki, sizin hamınızdan zəhləm getir. Çox gözəl. Dedim ki, çox belə kobud tayfasız. Mən də sizdən ama. Mən elə gəlir ki, bu verilişdən sonra. Həmin aktyorlar məni öldürəcək. Ümumiyyətlə, teatrın aktyorları sizə Mən qarşı... özüm aktyoram, yəni onu qəbul edirəm. Yəni belə itəliyini. Beləyik. Rasim bəy, sizin son deməli işiniz Neft bu Mamiyə Gülümsəyir tamaşasında Eldar Qasımbəyov obrazıdır və indi mən sizə tərifləyəcəm, siz çəkin. Siz təvəzzükarlıq edəcəksiniz, amma doğrudan da orada bu yaxınlarda deyəsən səhv etmirəmsə Ali xanım da yazmışdı, teatrşünas o tamaşa haqqında. Sizin obrazınız orada fərqlidir, rəqsiniz xüsusilə gözəldir. Mənə maraqlıdır. Rasim Cəfər Eldar Qasımbəyov olmasaydı, Rasim Cəfər olsaydı, nə dəyişərdi? Yəni o Eldar Qasımbəyov yox, Rasim Cəfər olsaydı. Bəli. Dediyim kimi də biz insanıq. Yəni ola bilər ki, yəqin elə mən də Eldar Qasımbəyovun elədiklərini eləyərdim. Çünki adamın müəyyən bir pozisiyası var, müəyyən bir postu var, vəzifəsi var, istədiyi qadın var. Və o görür ki, istədiyi qadının qurduğu həyat düzgün deyil də, yəni belə deyək də. Səhvdir. Yanlışdır, hə. Yəni o haqlıdır hərəkətlərində, elədiklərində. O nə deyir ki, Bəhramın oynadığı rol. Ona deyir ki, məncə insan dövlətə xidmətdə də, ailədə də sədaqətli olmalıdır. Yəni bu bunun dünyaya baxışıdır və bunun həyat, belə deyək, prinsipidir. Yəni yəqin ki, mən də eyni şey eləyərdim. Dövlət demişkən, Rasim bəy, mən bu xüsusi vurğulamaq istəyirəm. Yaxşı ki, yadıma saldınız siz mənim. Siz bir çox məsələlərdə çox, belə deyək də, təəssübkeş davranmışsınız. Misal üçün, mən bilirəm ki, sizi filmə dəvət ediblər. Orada bizim ölkənin mənafi, nəsə zid bir olan məsələ. Mən istəyirəm ki, biraz o mövzuya toxunaq. Çünki bu əslində hər bir sənət adamı üçün örnək olası bir məsələdir ki, yəni pula görə, qanarara görə və yaxud da hansısa məşğulluğa görə o mənafiyin üstündən keçib getmək olmaz. Təxminən buna istəyirəm biraz toxunasınız. Hansı dəvət idi ki, siz ondan sırf imtina elədiniz ki, milli qürura toxunmaq olmaz? Mən dediyim kimi də biraz türkçülük, millətçilik şey var. Deyirəm də natsist deyiləm. Amma mən özümü və millətimi, belə deyək, tanıyıram və sevirəm. Misal üçün, kobud deyim də, ləzgi necə deyir, ləzgiyəm, o necə deyir, tatam, bu necə deyir, nə bilim, avaram, biri deyir, talışam, biri deyir, mən rusam, nə. Mən də Azərbaycanlı. Hə, Azərbaycanlıyam. Mən də türkəm, yəni pis bir şey yoxdur ki burada. Yəni mən bunu tanıyıram, özümü tanımalıyam da. Necə ki biz hamımız insanıq, amma mənim adım Rasimdir. Sizin adınız Samirədir. Bəli.
Yəni ayrı-ayrı şeylərdir. Nəyə gətir? Ona görə məni biraz xalqıma, millətimə zidd olan bir şey, dövlətə, dövlətçiliyə zidd olan bir şeyə biraz qarşıyam. Bu çoxdan olmuşdu. Bu təklif Rusiyadan gəlmişdi. Bir serial çəkilirdi. 12 seriya idi səhvim. Yox, 8 seriya. 8 seriya hadisələr Bakıda gedirdi, Bakıda baş verirdi və 90-cı illər söhbəti idi. Ən yaralı dövrümüz. Güya erməniləri burada necə qovublar, döyüblər, çıxardıblar, nə filan, belə çox amansızcasına və sonra həmin o güya zərgər imiş burada erməni və burada qalan qızıllarını gizlədib gedib, burada qalan qızıllarını, brilyantlarını götürmək üçün Bakıya gəlirlər. Belə bir mövzuydu. Və o Bakıya gələn adamların qarşılaşdığı Azərbaycanlılar demək olar ki, orada bütün Azərbaycanlı personajlar mənfi idi. Mənfi xarakter idi. Yəni biri cibgir, biri nə bilim güya belə, nə hamısı da belə də axtarsan heç birində insani keyfiyyət tapa bilmirdi. Amma sizin obrazınız müsbət idi. Qismən. Qismən. Qismən müsbət idi. Yəni mənə təklif elədikləri. Amma mən onlara geri dönüş elədim və böyük bir şey yazdım ki, bu senarini kim yazıbsa, xahiş edirəm ona deyin ki, bir xeyli araşdırsın. Ən kobud bir şey deyim ki, Bakı ləhcəsində yazdığımız, bizdə Bakıda belə danışmırlar. Bizdə ara sözü yoxdur. Ara gəl, ara gəl. Ala var, ara yoxdur. Biraz da belə başınıza atılır. Obrazlı formada. Ki, birinci araşdırın və hadisələr araşdırın. Bizdə belə şeylər olmayıb və siz düşündüyünüz kimi deyilik biz. Nəsə də belə bir çoxdan olmuşdu. Və imtina eləmişdim. Çoxdan olmuşdu. Amma sonra eşitdiyimə görə o çəkilmişdi, amma Bakıda yox. Hansısa Bakıya oxşar Rusiyanın hansısa şəhərində çəkilmişdi və çəkilmişdi. Heç deyil. Düzdür, Azərbaycandan aktyorlar oynamamışdı, amma Rusiyada yaşayan kimlərsə oynamışdı səhərlərimiz. Bu örnək götürücü bir xüsusiyyətdir. Rasim bəy, təşəkkür edirik biz sizə. Çox sağ olun, vaxtınızı ayırdınız. Gedə bilmədiniz. Harasa gedəcəyiniz dedi. Ona görə yazdım ki, dəqiqləşdirdi. Ki mən gedim, yoxsa gəlim? Yox, siz yaxşı ki elə getmədiniz, qaldınız bugün. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Və bilirsiniz ki, bizim efirimizin sonunda bir etiraf olacaq. Yəni layihəmizin adı etirafdır. İndi mən buradan gedirəm. Siz və kameralar tək başına qalacaqsınız. Ürəyiniz istəyən bir etirafı tamaşaçılara, kameraya edə bilərsiniz. Sənətlə bağlı, şəxsi həyatla bağlı və yaxud da heç etiraf etməyə bilərsiniz. Deyə bilərsiniz ki, yox, mən bugün heç bir etiraf eləmək istəmirəm, amma etiraf eləsəz yaxşı olar. Daha niyə görürsünüz ki, sonra baxacaqsınız. Sonra qaydaya uyğun olaraq mən getməliyəm. Mən etiraf eləyəcək bir şey. Amma mən gedim, sonra fikirləşin istəyirsiniz. Bir dəqiqə sizə biz vaxt verək, fikirləşin. Çox sağ olun. Sağ olun, siz sağ olun. Çox sağ olun ki, dəvət edədiniz. Mən etiraf edeyim. Mənə həmişə deyirlər ki, sən kinonu çox istəyirsən, yoxsa teatrı çox istəyirsən. Mən çox vaxt demişəm ki, kinonu çox istəyirəm. Çünki mən kino deyib gəlmişəm də belə deyək bu sahəyə, bu sənətə. Amma etiraf edeyim ki, teatrı da çox sevirəm. Bunu başqa etiraf tapmadım. Teatrı da çox sevirəm. Nə bilim, bilməm, üzülü sayım, bilməm nə etiraf edeyim. Çox sağ olun.